Demək qızlar, sizlə nə paylaşacağım? Burada gördüyünüz kimi videoda heç çox görünmür, amma belə çoxdur. Burada gördüyünüz kimi qızlar sarımsaq var. Baş sarımsaqları idi. Mən bunları belə ayırdım dənələrə. Dişlərə ayırdım. İndi tutalım bol sarımsaq təmizləyəcəksinizsə, qış hazırlığında və yaxud da hansısa bir yeməyə falan. Bilirsiniz ki, sarımsaq təmizləyən zaman o qədər də rahat təmizlənmir də. Sarımsaqlarınızın rahat təmizlənməsini istəyirsinizsə, qızlar, sarımsaqları təmizləmədən öncə üzərinə qəşəng su tökürsünüz. İndi mən bir stakanda tökəcəm. Qəşəng bol su tökürsünüz, qızlar, və qoyursunuz bir 5 dəqiqə, 10 dəqiqə o suyun içərisində qalır. Daha sonra isə sarımsaqlar çox rahat bir şəkildə soyulur. İstədim bunu sizlə paylaşım. İndi bir stakan daha tökəcəm ağzına qədər, qəşəng qalsınlar. O su qabıqların çox rahat çıxmasına kömək edir və həqiqətən də çox rahat olur. Siz də yoxlayın, görəcəksiniz.